Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumigasiya Mərkəzi tərəfindən çəyirtkələrin yayılmasının qarşısının alınması məqsədi ilə zərərvericilərə qarşı mübarizə tədbirləri ardıcıl şəkildə davam etdirilir. Son günlər Abşeron yarımadasında, xüsusilə dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə olunması ilə əlaqədar operativ monitorinqlər aparılıb və yayıldığı sahələrdə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Ümumilikdə cari ilin may-iyul ayları ərzində Respublikanın müxtəlif ərazilərində çəyirtkələrin müşahidə olunduğu 6819 hektar ərazidə kimyəvi mübarizə tədbirləri icra olunub. Mübarizə tədbirlərinin həyata keçirildiyi ərazilərdə mütəxəssislər tərəfindən mütəmadi monitorinqlər aparılır. Fitosanitar vəziyyət qiymətləndirilir və aşkar olunan ocaqlarda xüsusi texnika və müvafiq preparatlardan istifadə edilməklə kimyəvi mübarizə işləri həyata keçirilir. Bu tədbirlər çəyirtkələrin yayılmasının qarşısının alınmasına, kənd təsərrüfatı bitkilərinin, otlaq sahələrinin və təbii bitki örtüyünün mümkün zədələrdən qorunmasına, həmçinin fitosanitar sabitliyin təmin edilməsinə xidmət edir. Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkə növlərinin müşahidə olunduğu digər ərazilərdə də vəziyyət daim nəzarətdə saxlanılır. Risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq zəruri hallarda operativ müdaxilə edilir, əlavə mübarizə tədbirləri görülür və zərərvericilərin yayılmasının qarşısının alınması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir. Qeyd edək ki, son illərdə çəyirtkələrin qonşu ölkələr də daxil olmaqla daha geniş ərazilərdə yayılması qlobal və regional iqlim dəyişikliyi ilə əlaqələndirilir. Havanın temperaturunun yüksəlməsi və mövsümi hava şəraitində baş verən dəyişiklik zərərvericilərin çoxalması və yayılması üçün əlverişli şərait yaradır. Bu da onların yayılma arealının genişlənməsinə və yeni ərazilərdə müşahidə olunma hallarının artmasına səbəb olur.